psixologiyanın tarixindən, fəlsəfədən elmə uzanan uzun bir yolda. İnsan öz zehninin sirrini anlamağa çalışdığı gündən bəri psixologiyanın tarixi yazılmağa başlayıb. Bu tarix sadəcə elmi inkişafların ardıcıllığı deyil, həm də insanın özünə verdiyi sualların, varlıq axtarışının, anlamının, daxili aləmini dərk etmə cəhdlərinin tarixidir. Psixologiya bir elm kimi formalaşmazdan öncə uzun bir yol keçib. Fəlsəfə, din, təbabət və təcrübəyə əsaslanan müxtəlif yanaşmalarla zənginləşib. Baxaq antik dövrə. Psixologiyanın fəlsəfi doğuluşu. Psixologiyanın ilkin izlərini qədim Yunan fəlsəfəsində görmək mümkündür. O dövr filosofları insanın davranışlarını və zehni proseslərini dərk etməyə çalışaraq bir sıra mühüm suallara cavab axtarırdılar. Ruh nədir? Ruh bədənə necə təsir edir? İnsan idrakı nədən ibarətdir? Sualları mərkəzdə idi.